Salam, hər vaxtınız xeyir olsun. Bu gün sizinlə 2024-cü ildə MİQ imtahanında Azərbaycan dili və ədəbiyyat fənnindən istifadə olunan Azərbaycan dili suallarının izahına baxacağıq. İzaha keçməzdən əvvəl videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Dərslərimiz haqqında məlumat almaq üçün isə gördüyünüz nömrə ilə 055 889 44 59 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Qeyd edeyim ki, bu suallar 2024-cü ildə MİQ imtahanında istifadə olunan suallardır. Ola bilər sualların yerlərində dəyişiklik falan var. Amma yəni sual olaraq 99% imtahanda istifadə olunan suallardır. Deməli, keçək sualların izahına. Birinci sual sözlərdən biri eyni köklülər cərgəsini pozur. Sağalmaq sağ sifətindən, sağlamlıq sağ sifətindən, sağdırmaq feildən, sağıcı feildən. Burada ikisi pozdu. Boyadılmış boyamaq feilindən, boyaq boya feilindən, boyasız boya ismindən, boyada isə sadədir. Bu ikisi pozur. Burada da 2 dənəsidir. Bizə lazımdır ki, 4 sözdən ikisi eyni köklü olsun, üzrsən, üçü eyni köklü olsun, biri isə olmasın. Yaralı sözü yarmaq feilindən, yarğan yenə yarmaq feilidir kök. Yarılmış da eyni qaydada yardırmaq. Hamısının kökü yarmaq feilidir və düzəltmədilər. Bunlar hamısı eyni köklüdür. Daşlaşmaqda daş ismi, daşlıqda daş ismi, daşqında daş feili, daşsızda daş ismi, bir dənə daşqın sözündə eyni köklülük pozuldu. Cavabımız olmalıdır. D variantı. İkinci sualda deyir ki, nümunədə fərqlənmiş sözlərin frazeoloji qarşılığını tapın. Son xəbərlərdən sonra bəzi məlumatları ört-basdır etmək istəyirdilər. Lakin insanlar bilirdilər ki, bu qədər şeyləri kim mənimsəyib. Burada ört-basdır etmək və mənimsəyib sözləri. Ört-basdır etmək adına yazmaq, bəlkə də düşünmək olar, amma mənimsəyib sözünü hesab etdirmək sözü ilə dəyişdirmək olmaz. Üstünü örtmək ola bilər deyək, amma ləçək bağlamaq mənimsəməklə uyğunluq təşkil etmir. Ört-basdır etmək, izini itirmək uyğun gəlir, mənimsəmək adına çıxarmaq uyğun gəlir. Cavabımız olmalıdır C variantı. Daha sonra üçüncü sualda hansı söz qaydalardan heç birini ödəmir? Deməli, sözlər 4 dənə xüsusiyyət aşağıdakı 4 sözə aiddir, biri isə aid deyil. Birinci, deyir, fərqli səslər eyni hərflərlə ifadə olunmuşdur. Bu, əzik, üzük sözünə aiddir. Buradakı k, y-nı, buradakı k isə xışdırıq səsini ifadə eləyir, getdi. Sözdə keyfiyyət fərqi olsa da, səs və hərflərin sayı bir-birindən fərqlənmir, səs uzanması var. Bu, səmimiyyətlə sözdür. Burada səs uzanması var. Keyfiyyət fərqi l-nıya çevrilibdir. Burada y düşüb, n da artıbdır. Düşmə və artma kompensasiya eləyib. Yəni, səs və hərf fərqi yoxdur. Tələffüzdə bir dənə keyfiyyət fərqi var. Verilən xüsusiyyət buna aiddir. Sonra üçüncü fikir səs uzanması olan bu sözün yazış və deyiliş arasında fərqli məqam yoxdur. Bu mötəbər sözüdür. Uzanma var, amma tələffüzdə fərqi yoxdur. Müxtəlif hərflərin eyni səsləri ifadə etdiyi bu sözdə qarşılığı olmayan kar samit işlənibdir. Qarşılığı olmayan kar samit h samitidir. Xeyirxahlıq sözündə işlənibdir. Müxtəlif hərflər hərfi x səsini, q hərfi x səsini ifadə eləyibdir. Verilən fikir buna aiddir. Yerdə qaldı B variantı vitamin. Vitamin sözündə uzanma yoxdur. Cavab B variantıdır. Daha sonra dördüncü sualda deyir, sizə demişdilər ki, bunların bəzisi yalnız burada olacaq cümləsində fərqləndirilən hissəni əvəzlikdən sonraya keçirsək. Yəni, buradakı kini bura keçirsək. Nə dəyişər, nə dəyişməz. Deməli, hazırki vəziyyətdə tabeli mürəkkəb cümlədir. Dəyişdirsək yerin yenə tabeli mürəkkəb cümlədir. Sadəcə, hazırki vəziyyətdə ki bağlayıcı vasitədir, amma yerini dəyişdirsək bağlayıcı vasitə intonasiya olacaq sadəcə. Deməli, cümlənin məqsəd və intonasiyaya görə növü dəyişəcək. Niyə? Bax, hazırki vəziyyətdə sual cümləsidir. Sizə demişdilər ki, bunların bəzisi yalnız burada olacaq. Sual cümləsidir. İndi kinin yerini dəyişirəm, sual məzmunu itir tamamən. Sizə ki, demişdilər, bunların bəzisi yalnız burada olacaq. Və artıq sual məzmunu tamamən itir. Deməli, dəyişəcəkmi? Bəli, dəyişəcək. A-nı yazdıq bura. B variantı fərqləndirilən hissənin amonimli əmələ gətirməsi bu dəyişməz. Ki, hər zaman amonimdir. C variantı baş və budaq cümlənin bağlanma vasitəsi bəli dəyişəcək. Niyə? Hazırki vəziyyətdə ki bağlayıcıdır, amma bunu buradan silib bura keçirsək intonasiya olacaq. Deməli, C-ni də dəyişəcəyə yazdıq. D variantında budaq cümlənin baş cümlədə buraxılan üzvün yerində işlənməsi bu dəyişməyəcək. Niyə? Sizə demişdilər ki, nəyi? Nəyi sual çıxdı cavab meydana və nəyi sualının cavabı baş cümlədə varmı? Xeyr, yox. Deməli, həmin o buraxılmış üzv var istənilən halda. Demək, bu dəyişməyəcək. D-ni bura yazdıq. E variantında isə deyir ki, budaq cümlədə mürəkkəb feilin işlənməsi. Budaq cümlədə bunların bəzisi yalnız burada olacaq. Bir dənə olacaq sadə feili var. Yəni, istənilən halda bu fikir səhvdir. Elə də səhvdir, belə də səhvdir. Bunda heç nəyə yazmıram. 1-ə AC, 2-ə B, D olmalıdır. Bu da E variantındadır. Cavab olacaq E variantı.
Beşinci sualda deyir ki, Eyler-Venn diaqramının tələblərini nəzərə alaraq nöqtələrin yerinə yazıla biləcək nümunələr əsasında yanlış fikirlərin sayını tapıq. Deməli, nəyi axtarırıq? Yanlışların sayını. Onlar çantalarını, yüklərini yerə qoymuşdular ki, bir qədər istirahət edə bilsinlər. Aha, onlar çantalarını, yüklərini yerə qoymuşdular ki, niyə, nə üçün? Bax, buradan sual çıxır. Deməli, bu olur baş cümlə. Sonra davamında bir qədər istirahət edə bilsinlər, bu da olur budaq cümlə. Sonra onlar çantalarını, yüklərini yerə qoymuşdular ki, uzaqdan gələn insanları gördülər. Uzaqdan gələn insanları gördülər. Nə zaman? Çantalarını, yüklərini yerə qoyanda. Birinci budaqdır, ikinci baş cümlədir. Amma istənilən halda buraxılmış üzv var. Nə deməkdir buraxılmış üzv? Əgər baş cümlədən çıxan suala baş cümlədə cavab verən söz yoxdursa, orada buraxılmış üzv var. Məsələn, bax, onlar çantalarını, yüklərini yerə qoymuşdular ki, bir qədər istirahət edə bilsinlər. Hansı sual çıxır baş cümlədən? Niyə? Bax gör, onlar çantalarını, yüklərini yerə qoymuşdular ki, burada niyə sualının cavabı varmı? Xeyr, yox. Deməli, buraxılmış üzv var. Və bu hər iki cümlədə keçərlidir. Bir, budaq cümlə baş cümlədə buraxılan əvəzli qəlbin yerində işlənəcək. Bu təkcə birinci cümləyə aid edilib, amma ikisinə də aiddir. Ona görə səhvdir. Baş cümlədə budaq cümlədən öncə işlənəcək. Baxıram ki, birinci cümlədə A-da, yəni baş cümlə budaq cümlədən öncə işlənibdir. Bağlayıcı vasitə budaq cümlədə olmayacaq. Bəli, iki bağlayıcı vasitə olur, baş cümlədə olur. Deməli, 2 doğrudur, götürmürəm. Üçüncü fikir, budaq cümlənin əvvəlinə elə sözünü artırmaqla baş cümlənin öncə gəldiyini müəyyən etmək olar. Xeyr, səhvdir. Çünki elə sözü təyin budaq cümləsində artırılır. Bunların da heç biri təyin deyil. Biri zamandır, bir də səbəbdir. 4. Zaman budaq cümləsidir. Bəli, ikinci cümlə. Baş cümlədən fərqli olaraq budaq cümlədə tabesizlik əlaqəsi var. Bəli, çantalarını, yüklərini ifadələri sadalanıbdır, tabesizlikdir. 4 doğrudur, götürmürəm. 5-ci fikir, əvəzlik gəlib və bağlayıcı söz işlənməyən bu cümləni feili birləşmə ilə sadələşdirmək olar. Bəli, doğrudur. Əvəzlik gəlib də yoxdur, bağlayıcı söz də yoxdur. Hər ikisini sadələşdirəndə biri məsdər olur, biri feili sifət. Onlar çantalarını, yüklərini yerə qoymuşdular ki, bir qədər istirahət edə bilsinlər. Bax, onlar bir qədər istirahət edə bilmək üçün, bax, feili məsdər formasında sadələşdi. Həmçinin də onlar çantalarını, yüklərini yerə qoymuşdular ki, uzaqdan gələn insanları gördülər. Onlar çantalarını, yüklərini yerə qoyanda, bax, feili bir bağlama tərkibi formasında sadələşdi. 5-ci fikir də doğrudur. 6-cı fikir, budaq cümlə baş cümlədəki əvəzlik qəlibi izah edir. Bu da tamamilə səhvdir, çünki əvəzlik gəlib ümumiyyətlə işlənməyib hər iki cümlədə. Ona görə 6-nı da götürürəm. 6-dır, 3-dür, 1-dir. Yəni cəmi 3 dənə fikir səhvdir. Cavabımız olmalıdır A variantı. 6-cı sualda aşağıdakı nümunədə buraxılan durğu işarələrini bərpa etdikdən sonra hansı fikirlər yanlış olacaq? Deməli, burada dayanmaq olmaz deyə əlavə etdi. Tire ilə başlayaq. Tire, burada dayanmaq olmaz deyə, olmaz, vergül tire, deyə əlavə etdi, qoşa nöqtə, tire, məgər sizə deməmişdilər, sual, böyüklə yazılıb, bax, ona görə sual qoyduq. Tapşırın, vergül, binanın üstündə tire, gün düşən yerdə əksinlər. Birinci fikirdə deyir ki, buraxılan durğu işarələrinin sayı 6-dan çoxdur. Sayaq. Bu 1, 2, 3, 4, 5, 6, 7, 8. Bəli, doğrudur. 1-i götürmürəm, mən səhvləri axtarıram. Müəllifin sözündən sonra işlənmiş ədatın böyük hərflə yazılması durğu işarəsinin işlənməsinə təsir edir. Bəli, təbii ki, doğrudur. Müəllifin sözündən sonra gələn bu böyüklə yazılıbsa, burada 100%, yəni məsələn, burada vergül tire qoyulardı, əgər kiçiyə yazılsaydı. Amma böyüklə yazılıb deyə tire işarəsi qoyuram birbaşa. Deməli, 2 də doğrudur. 3-də dedik, 2 yerdə müəllif sözündən 2 yerdə vasitəsiz nitqdən istifadə edilmişdir. Səhvdir. Burada müəllif sözü yalnız deyə əlavə etdiyi ifadəsidir. Orada bir yerdədir. Ona görə 3-ü götürürəm. 4-də deyir ki, sonuncu vasitəsiz nitq olan cümlə sadələşdirildikdə durğu işarəsində fərq yaranmaz. Bu da səhvdir, yaranar. Niyə? Tapşırın binanın üstündə gün düşən yerdə əksinlər. Bu normalda sadələşəndə binanın üstündə gün düşən yerdə əkməyi tapşırın olacaq. Yəni buradan istər-istəməz vergül ləğv olacaq. 4-cü fikir də səhvdir. 5-ci fikirdə deyir ki, heç bir orfoqrafik dəyişiklik etmədən vasitəsiz nitqli cümlənin əvvəlinə direktor sözünü artırsaq, 2 cür düşünürlər. Artıraq. Yəni, direktor sözünü deyir, bura qoy. Direktor. Direktor burada dayanmaq olmaz deyə əlavə etdi. Direktor müəllifin sözü olacaq, düzdür? Neynəyəcəm? Mən burada mütləq qoşa nöqtə və qoyub dırnaq açacağam. Görsən, nə baş verdi? Durğu işarəsində orfoqrafiyada fərq yarandı. Yaxud da ki, mən burada direktor sözünü xitab düşünəcəmsə, mən burada nida işarəsi qoyacağam. Və yaxud da ki, vergül qoyub burada sözünü kiçiklə yazacağam. Nəticə etibarı ilə
Orfoqrafiyasında, yazılışında dəyişiklik meydana çıxacaq. Beşinci fikirdə səhv fikirdir. 5-i də götürürəm. Cavabımız olmalıdır 3, 4, 5, yəni A variantı. Daha sonra 7-ci sualdır ki, hansı cümlələrdə əvəzliklər yanaşı işlənmişdir? Günlərin birində həmin küçədə baş verən həmin dəhşətli zəlzələ yuvadakı yumurtalardan birini bir toyuq yuvasına salır, başqa yoxdur. Qatar sürətini artırdığı bir vaxtda qalxır, o bu anda ayağındakı ayaqqabının bir tayı reyslərin üzərində düşür. Bax burada o əvəzli idi, amma bu əvəzli deyil. Bu anda bütövlükdə zərfdir. Ona görə bu da getdi. Biraz böyümüşəm, yaşım da çoxalıb, amma nə isə özüm etmək üçün hələ çox kiçiyəm. Nə isə əvəzli idi, özüm əvəzli idi. İki əvəzli yanaşıda. 4. Deyəsən uzun illərdən sonra biz bu günü unutmayacağıq. Biz əvəzli idi, bu əvəzli idi. Çünki hansı günü deyirəm, nə zamanı yox, hansı günü. Biz və bu, bunu da götürdük. 5. Gələnlərin ikisi bunu heç vaxt edə bilməyəcəyini deyir, lakin onun sözünü də yerə sala bilmir. 2 dənə əvəzliyi var, bunu və onun yanaşı deyirlər. Heç vaxt da bütövlükdə zərfdir. 5 də getdi. Cavab olmalıdır 3, 4, yəni B variantı. Daha sonra 8-ci sualda ki, Azər ki, zəmanəsinin bir çox şairi ilə müzakirə edir, onları mütəmadi olaraq evinə dəvət edir. Qətran Təbrizi, Nizami Gəncəvi, Nəsimi kimi çağdaş şairlərin ədəbiyyat nümunələrini müzakirə edirdilər. Cümləsi ilə bağlı səhv fikirləri seç. 1. Nümunədə ədəbi dilin hər üç norması pozulub, doğrudur. Nə pozulubdur? Bax. Bir çox sözündən sonra şair isim gəlibsə cəmdə olmalıdır, qrammatik norma. Şairi ilə bitişik yazılmamalıdır, ayrı yazılmalıdır, fonetik norma. Burada bu adam deyir ki, həm Qətran Təbrizi ilə, həm Nizami ilə, həm də Nəsimi ilə onlar bir yerə yığıb onlarla söhbət eləyirdi. Bunlar eyni dövrdə yaşamaya baxın. Nizami ilə Nəsimi nətər eyni dövrdə yaşasın. Biri 1369-da anadan olubdur, biri isə 1141-də anadan olubdur. Yəni əsr fərqi var arada, 2 əsr. Təbii ki, bu leksik normanın pozulmasıdır. 3 normanın üçü də pozulub, bəli. Leksik norma bir dəfə, bəli, bir dəfə pozulubdur. Fonetik və qrammatik norma 2 dəfə pozulubdur. Baxaq, bax bu cümlədə fonetik norma bir dənə burada pozulubdur. Qrammatik norma 2 dəfə pozulub. Biri budur, şair cəmdə olmalıdır. Bir də buradadır, xəbərimiz müzakirə edir, dillər yox, edirdi olmalıdır. Çünki mübtədamız təkdədir. 2 qrammatik norma, 1 leksik norma pozulubdur. Amma fonetik norma da bir dənədir pozuntusu. Burada yazıb 2 dəfə pozulubdur. Ona görə bu səhvdir. Götürürəm. Daha sonra fonetik normanın pozulmasına səbəb leksik mənalı sözdür. Həmin sözün amonimliyi yoxdur. Bu da səhvdir. Niyə? O da fonetik normanın pozulmasına səbəb şairilə. Bu sözdür. Burada şair sözü leksik mənalı olan sözdür. Fonetik normanı pozub mu? Xeyr. Fonetik normanı pozan nədir? İlədir. Sözə bitişərkən fonetik normanı pozub. Yəni leksik mənası olmayan söz pozub. Ona görə səhv kimi götürürəm. 4-də deyir ki, leksik normadan fərqli olaraq qrammatik normanın pozulmasında quruluş düzəltmə olan söz iştirak edir. Səhvdir. Düzəltmə söz iştirak eləmir. Niyə? Bax, qrammatik normanı pozan sözlərdən biri şairi ilə sözdür, sadə sözdür. Digər söz isə müzakirə edirdilər sözdür, bu da mürəkkəb sözdür. Düzdür? Düzəltmə deyirlər ki, xeyr. Deməli, 4-cü fikirdə səhvdir. 5-ci fikirdə deyir ki, sözlərdən biri 2 fərqli normanı pozmuşdur. Şairi ilə söz cəmdə olmalıdır, qrammatik normanın pozulmasıdır. Bu da bitişik yazılmışsa isə fonetik normanın pozulması. Yəni eyni söz 2 normanı pozubdur. Oradan 2-ni götürdük, buradan da 3-4-ü götürdük. Cavab oldu C variantı. Həmcins cümlə üzvlərinin ifadə vasitəsi eyni olan cümlələri seçək. Yəqin ki, gedənlərin bəzilərini, buradan köçənləri sabaha qədər geri qaytaracaqlar və gedənlərin bəzilərini tamamlıqdır. Buradan köçənlərini tamamlıqdır. Biri ismi birləşmədi, biri feili sifət tərkibidir. Eyni deyil. B variantı sizin dağların səfalı və ətirli havasını başqa yerdə tapa bilmədik. Bax burada səfalı və ətirli sözləri həmcins üzv deyil. Çünki sizin dağların səfalı və ətirli havasında. Bax bura kimi bütövlükdə söz birləşməsidir. Yəni burada həmcins üzv ümumiyyətlə iştirak etmir. Deməli, onu da sildik. C. Dünənkilərin məqsədi həyətdəki meyvələrdən, tərəvəzlərdən çantalarına yığmaq idi. Bax, həyətdəki meyvələrdən, tərəvəzlərdən çantalarına yığmaq idi. Xəbər, məsdər tərkibinə ifadə olunan xəbər. Nə? Dünənkilərin məqsədi. Burada ümumiyyətlə həmcins söz yenə də yoxdur. D variantı. Nə zaman ki, sizi buradan köçürəcəklər, kəndin ətrafını, yolların kənarlarını təmizləyəcək. Bax. Kəndin ətrafını ismi birləşməklə tamamlıq, yolların kənarlarını yenə də ismi birləşməklə ifadə olunan tamamlıq. Həmcins tamamlıqlar ismi birləşməklə ifadə olunub. Cavab D variantı. 10-cu sual. Qeyri-müəyyən təsirli halda olan söz tamamlığın ifadə vasitəsi ola bilmir qaydasını ödəyən nümunələri müəyyən edir. Bu nə deməkdir? Bu əslində çox hallarda bu tip suallara müraciət edirlər. Bax, qeyri-müəyyən təsirli halda olan söz tamamlıq vəzifəsində ola bilir. Əgər
Qeyri-müəyyən təsirli halda olan necə? Qeyri-müəyyən təsirli halda olan söz tamamlığın ifadə vasitəsi ola bilmir deyirsə, qeyri-müəyyən təsirli halda işlənə bilməyən sözləri seçməlisiniz. Belə suallarda. Bu da tətbiqi sualdır. Və burada igidlik və söz-söhbət sözünü bir dənə yoxlayın, işlətməyə çalışaq. Söz-söhbət, məsələn, mən oradan yeni söz-söhbət eşitdim. Söz-söhbəti eşitdim. Bax, qeyri-müəyyən təsirli haldadır və tamamlıqdır. Bu olur. Mən səndən igidlik istəyirəm, igidliyi istəyirəm. Bax, bu da olur. Görürsən, qeyri-müəyyən təsirli halda işlənib tamamlıq olurlar. Avtomatik 2-4-ü sil. Bu gedir, bu gedir, bu gedir, bu da gedir. Cavab qalır 1-3-5. Dediyim kimi, bu sual qayda tələb etməyən, sadəcə düzgün şəkildə tətbiq olunma tələb edən sualdır. Cavab olmalıdır C variantı. 11-ci sualda dedik ki, aşağıda verilmiş nümunədəki feillərlə bağlı səhv fikirləri seç. Söyüd və qamışdan hazırlanmış səbətlərdə saxlanılan kitablar müxtəlif məlumatları özündə ehtiva edirdi. Bu kitabxanalar dar çevrəni əhatə edən hakim elitaya xidmət edirdi. Vaxt keçdikcə yeni yerlər tikdirilib aşağı təbəqəyə verilirdi. Deməli, birinci fikirdə dedik ki, feillərdən biri icbar növdə olan quruluş düzəltmə feildir. Feillər hazırlanmış icbar növdə deyil, saxlanılan deyil. Ehtiva edirdi, bu da deyil. Əhatə edən bu da deyil, xidmət edirdi, bu da icbar deyil. Keçdikcə bu da icbar deyil. Tikdirilib, bu da icbar deyil. Tikdirilib məchuldur, burada il şəkilçisi var. Verildi, yenə icbar deyil. Birinci fikir səhvdir, çünki nümunədə ümumiyyətlə icbar növdə olan feil yoxdur. 2. Tərkib əmələ gətirən feili sifətlərdən ikisi quruluşca düzəltmədir. Tərkib əmələ gətirən biri hazırlanmışdır, düzəltmədir. Biri saxlanılandır, bu da düzəltmədir, saxlamaq, saxlanmaq. İki dənə leksi şəkilçisi var. Deməli, bu da düzəltmədir. Digəri isə əhatə edən sözüdür, o mürəkkəbdir. Üç dənəsindən ikisi nədir? Düzəltmədir. Fikir doğrudur, sildim. Mürəkkəb feillər eyni qrammatik məna növündə xəbər şəklindədir. Mürəkkəb feillər baxıram ki, əhatə edən məsələn xəbər şəklində deyil. Bu da səhvdir. Götürürəm. Dördüncü fikir, ilk feili sifət kökü feil olmadığı üçün məlum növdədir. Fikrin qoyuluşu ümumiyyətlə yanlışdır. İlk feili sifət hazırlanmış sözü məlum növdə yox, məchul növdədir. Çünki burada l-nı məchul növ şəkilçisidir. Amma oraya nə yazıb? Nə yazıb? Yazıb ki, məlum növdədir. 4-də səhvdir, götürürəm. 5-ci fikir, feili sifət tərkiblərinin hər biri təyin ifadə vasitəsidir və icbar növdə deyil. İcbar növdə ümumiyyətlə feil işləmir, doğrudur. Bayaq baxdıq ki, icbar növdə feil işlənməyibdir. Feili sifət tərkibləri. Bax, deyir ki, kitablar, hansı kitablar? Söyüd və qamışdan hazırlanmış səbətdə saxlanılan kitablar, feili sifət tərkibi təyindir. Həmçinin də çevrəni, dar çevrəni əhatə edən, bu da təyin mövqeyindədir. Doğrudur, bunu da götürməyək. Cavab olur 4, 3, 1, 1, 3, 4. Yəni variantı. 12-ci sualda mətnin məzmunu ilə bağlı doğru fikirləri müəyyən edin. Qonşu kənddə məktəb, müəllim tapılandan sonra belə qərara alındı ki, 4 uşağı olanlardan hərə bir ikisini göndərsin, qalanı mal-qaraya baxmaqda köməklik etsin. Mən oxumaq üçün atamdan xahiş etdim ki, dayımgilə gedim. Düzdür, atam məni mal-qaraya baxmağa göndərmirdi, amma oxumağa da göndərmirdi. Çünki dayımın ailəsi böyük idi. Ermənilərlə döyüşdə həlak olan qardaşlarının arvad uşaqları da onlarla qalırdı. Bizə nə istəyir? Doğruları istəyir. 1. Mətnin məzmununda söhbət açılan dövrdə ictimai-siyasi məsələlərlə ailələr başsız qalırdı. Bəli, deyir ki, ermənilərlə münasibətdə, münaqişədə dayımın ailəsi, qardaşları həlak olmuşdu. Bir doğrudur. Bizdən nə istəyirdi? Doğruları. 2. Mətnin təkiyyətçisinin yaşadığı kənddə təhsil ocağı olan məktəb yox idi. Bəli, yox idi. Çünki deyir, qonşu kənddə yaranmışdı məktəb. Onlarda yox. Obrazlardan birinin davranış və nitqi başqa bir yaşlı obraz tərəfindən çatdırılıb. Yaşlı obraz deyildi, çox güman ki bu. Çünki öz atasından danışır, dayısından danışır. 3 səhvdir. 4. Qohumluq əlaqələrinin qorunduğu təhsillə münasibəti. Birinci, qohumluq əlaqələrinin qorunduğu bəli qorunurdu. Çünki deyir ki, dayım qardaşının ailəsinə baxırdı. Doğrudur, deməli qorunur. Təhsilə münasibətin ümumiyyətlə mənfi olmadığı mətndə əks olunub. Bəli, təhsilə münasibət mənfi deyildi. Çünki o deyir ki, yəni imkanla bağlı olaraq 4 uşağı olandan bir ikisi gedirdi təhsil almağa. Qalanları isə qalırdı kənddə. Deməli 4-cü fikir də doğru fikirdir. 4-ü də götürürük. 5-ci fikir, hadisələrin danışıldığı dövrdə övlad-valideyn münasibətlərində bəzən əsassız qərarlar da verilirdi, səhvdir. Çünki verilən qərar əsassız deyildi. Burada əsası gətirilib ki, bax, deyir ki, çünki dayımın ailəsi böyük idi, ermənilərlə döyüşdə həlak olan qardaşlarının arvad uşaqları da onlarla qalırdı. Yəni əsası var idi, ona görə 5-i sildim. Cavab 1, 2, 4 olmalıdır, yəni B variantı. 13. Mətnin məzmunu ilə bağlı doğru fikirləri müəyyən edin.
Kinematografiyada çəkilən ilk filmlər səssiz idi. Hərəkət edən şəkillər bir-birini əvəz edirdi. Dalğada dalğalanan qayıq, dənizdə dalğalanan qayıq daha doğrusu, toz səmasında uçulan divar, ekranda arxada görünən qatar qabağa gələrkən o ölçülərdə böyüyür və tamaşaçıya qorxu hissi yaşadır. İlk film yaranarkən ağ-qara və səssiz idi. İlk film ağ-qara idi və səssiz idi. Yorucu olmasın deyə film nümayiş ediləndə fortepianodan istifadə olunurdu. 1911-ci ildə ilk rəngsiz filmdən 16 il sonra rəngli film yarandı. Deməli, rəngli film nə vaxt yaranıbdı? 1911-ci ildə. Yəni, rəngsiz filmdən 16 il sonra. 16 il əvvələ qayıdanda neçənci il eləyir? 1895 eləyir. Deməli, ilk rəngsiz film yaranıbdı 1895-də. 1927-ci ildə isə ilk səsli film yarandı. Bir də deyir ki, rəngli film ilə səsli filmin yaranması eyni tarixə təsadüf edir. Təbii ki, səhvdir. Bir 1895-dir, bir 1911-dir. Bizdə məhz sualda nə istəyirdi? Doğru fikirləri istəyirdi. Deməli, birinci fikir səhv fikirdir. Eyni dövrdə deyildi. 2. Filmlərdə müəyyən səsə malik olmaq xüsusiyyəti olmadığı vaxtlarda fərqli üsuldan istifadə olunub, bəli, fortepianodan istifadə olunub. İlk səssiz film 19-cu əsrin sonlarında yaranmışdır. Bəli, 1895-də yaranıbdır. İlk filmlərdə video keyfiyyəti və kadrların bir-birini əvəz etməsi bulanıq idi. Bu haqda mətndə ümumiyyətlə məlumat yoxdur. Video keyfiyyəti pis idi və s. demir. Sadəcə onun necə qurulduğunu deyir. Amma yəni pis olduğunu demir. 5-də deyir ki, ilk film yaranarkən həmin filmdə iki rəng olub. Ağ və qara. Bu da doğrudur. 5 ilə götürəndə cavabımız olmalıdır nə? 2, 3, 5. Yəni A variantı. Bunu da seçdik. 14-cü sualda deyir ki, mətnə əsasən doğru fikirləri müəyyən edir. Almazın karbon olduğu məlum olduqda kömürün qrafitin almaza çevrilə biləcəyi düşünülərək bu barədə bir çox işlər görüldü. Nəticədə bu gün qrafitin almaza çevrilməsi mümkündür. Bir də nəzərinizə çatdırım ki, bu formada elmi mətnlər son vaxtlar artırılıbdır. Belə mətnlər işləməyə çalışın. Bax, qanunvericiliklə bağlı mətnlər çox düşür son vaxtlar. Bu formada elmi mətnlər, coğrafiyaya, kimyaya, biologiyaya müraciət edirlər və mətnlər düşür. Yəni, o tip mətnlər oxuyub işləməyə çalışın. Deməli, almazın karbon olduğu məlum olduqda kömürün qrafitin almaza çevrilə biləcəyi düşünülərək bu barədə bir çox işlər görüldü. Nəticədə bu gün qrafitin almaza çevrilməsi mümkündür. Deməli, termodinamik hesablamalar qrafitin almaza çevrilməsi üçün ən az 10.000 dərəcə atmosfer təzyiqi lazım olduğunu göstərmişdir. 10.000 dərəcə atmosfer təzyiqi lazımdır. Bununla birlikdə ilk dəfə 1955-ci ildə 100.000 atmosfer təzyiqi altında, ilk dəfə 1955-də 100.000 atmosfer təzyiqi altında 2500 dərəcə Selsi istilikdə və xrom katalizator istifadə edilərək süni almaz əldə edilmişdir. Katalizator sözünün mənasına baxaq ilk olaraq. Katalizator sözü kimyəvi reaksiyaya daxil olan maddələrin sürətini artıran, amma özü sərf olunmayan maddələrdir, xərclənməyən maddələrdir. Əldə edilmişdir. Deməli, süni almazın alınmasında xromun rolu, həmçinin katalizator olaraq xromun rolu vardır. Deməli, ancaq parçalar ümumiyyətlə kiçik və qara rəngli olub, nadir olaraq ləl cəvahirət şəklində ola bilmişdir. Yəni, tam yararlıdır demək olmaz. Yəni, əksər hallarda yararsız olubdur. Həmin bu təcrübədə. 1960 bax necə olubdur? Kiçik və qara olubdur. 1962-ci ildə edilən növbəti işdə 200.000 atmosfer təzyiq və 5.000 dərəcə istilikdə katalizatorsuz artıq bu dəfə qrafit almaza çevrilmişdir. Deməli, ilk dəfə 100.000 atmosfer təzyiqi və 2500 dərəcədə, ondan sonra isə 62-ci ildə 200.000 atmosfer təzyiqi və 5.000 dərəcə Selsidə. Yəni, həm təzyiq artırıb, həm də temperatur artıbdır. Deməli, məndən nə istəyir? Doğru fikirləri istəyir. Doğrular istəyir, hə, doğrular istəyir. Deməli, süni almazın alınması üçün katalizatorun sərf olunması vacibdir, səhvdir. Çünki mətndə sərf olunması demir. Katalizator sözünün mənasında yəni sərf olunmaq yoxdur. Katalizator özü sərf olunmayan maddədir. Deməli, biri götürmürəm. Katalizatorsuz süni almazın alınması katalizatorla alınan süni almazdan 12 il sonra baş vermişdir. Biri 1955-dir, biri 62. Nə qədərdir? 7 il fərq edir. 2 səhvdir. Səhv bizdən düzü istəyir. Bizdən düzü istəyir. Bunu niyə işarə etdim ki mən? Bu da səhvdir. Getdi. Daha sonra ilk süni almaz istifadə üçün tam məqsədə uyğun deyildi. Bəli, doğrudur. Yəni, müəyyən qədər məqsədə uyğun idi. Doğrudur. Çünki kiçik və qara idi əsasən.
4. Almazın tərkibinin əsasını karbon atomları təşkil edir. Bəli, doğrudur. Deyir ki, karbon qrafit almaza çevrilir. Zaten bundan sonra təcrübələr aparılıb da. Katalizatorsuz süni almazın alınması karbonun şəkil dəyişmələrindən olan qrafitin yüksək temperaturda yandırılması ilə baş vermişdir. Bəli, doğrudur. 5000 dərəcə temperaturda dişi qrafit almaza çevrilibdir. Doğrudur və katalizatorsuz olubdur deyir. Süni almazın alınması zamanı temperatur və atmosfer təzyiqi tərs mütənasib olmuşdur, səhvdir. Yəni temperatur artdıqca atmosfer təzyiqi azalsaydı bu tərs mütənasib olardı. Amma ki temperatur artdıqca atmosfer təzyiqi də artıbdı. Yəni bu düz mütənasiblikdir. Ona görə 6-cı fikir səhvdir. Götürürəm, cavab olur 3, 4, 5 A variantı. 15-ci sualda mətnə əsasən yanlış fikri müəyyən edin. Azərbaycan Respublikası ərazisindəki abidələrin tədqiqi üçün xarici elmi müəssisə və alimlərlə birgə ekspedisiyalar təşkil edilə bilər. Deməli, Azərbaycan Respublikası ərazisindəki abidələr tədqiqi üçün xarici elmi müəssisə və alimlərlə birlikdə ekspedisiyalar təşkil edilə bilər. Xarici elmi müəssisələr və alimlər abidələrin tədqiqi üçün vəsait ayıra bilərlər. Deməli, abidələr tədqiq edən xaricilər də olar. Onlar da pul ayıra bilərlər bunun üçün. Ayıra bilərlər. Birgə ekspedisiyanın rəhbərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilat müəyyən edir. Bax, deyir ki, birgə ekspedisiyanın rəhbəri kim müəyyən edir? İcra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilat müəyyən edir. Qazıntı zamanı aşkar olunmuş arxeoloji materiallar dövlət mülkiyyətinə keçir və xüsusi fondlarda, muzeylərdə saxlanılır. Abidələr üçün maddi vəsaitin ayrılması fiziki şəxslər tərəfindən də ola bilər, bəli ola bilər. Çünki burada deyir ki, buna elmi müəssisələr və alimlər özləri ayıra bilərlər. Büdcə ayıra bilərlər, doğrudur. A variantı doğrudur. Daha sonra B variantı abidələrdə aparılan araşdırmalar yerli olmayan şəxslərlə də aparıla bilər. Bəli, deyir ki, xarici elmi ekspedisiyalarda bu ola bilər burada. Fiziki və hüquqi şəxslərin araşdırmalarda iştirakı ilə bağlı fərqli yanaşmalar var. Varmı elə bir şey? Ümumiyyətlə, hüquqi şəxslərdən danışılırmı burada? Danışılmır. Ona görə bu səhvdir. Birgə ekspedisiyanın rəhbərini müvafiq icra hakimiyyəti seçmirdi. Bəli, icra hakimiyyətinin təyin etdiyi elmi təşkilat seçirdi. Bax, icra hakimiyyətinin müəyyən etdiyi elmi təşkilat seçir. Doğrudur. D variantı da. E variantında deyir ki, arxeoloji materiallardan əldə edilənlərlə bağlı müəyyən monopoliya mövcuddur. Bax, o da buradadır. Qazıntı zamanı aşkar olmuş arxeoloji materiallar dövlət mülkiyyətinə keçir. Dövlət monopoliyası, yəni dövlətin özəlləşdirmə siyasətidir bu. Ki, arxeoloji qazıntı dəyər hesab olunur və dövlətin fondundan keçir. Bu da doğrudur. Cavab olmalıdır C variantı. Daha sonra 16-cı sualda mətnin məzmunu ilə səsləşən fikirləri müəyyən edin. Səsləşən. Qaçaq Nəbinin atası ailəsindəki çətinliklər ucbatından onu Aşağı Moğlu kəndindəki bir varlıya muzdur verir. Deməli, Qaçaq Nəbinin atası Qaçaq Nəbini günə muz dişləmək üçün hara verir? Aşağı Moğlu kəndindəki bir varlıya verir. Yerli mülkədar kəndlilərin torpaqlarını tutmaq istəyir. Nəbi bu haqsızlığa dözməyib. Mülkədara müqavimət göstərir və bundan sonra qaçaq düşür. Nəbinin qaçaqçılıq həyatı 1875-ci ildən başlayır. Kəndlilərdən ibarət dəstə düzəldir. Naxçıvan və Zəngəzur qəzalarında çar rejiminə və zülmkar bəylərə qarşı mübarizəyə başlayır. Nəbinin qaçaqçılıq fəaliyyətinə başlaması sosial ədalətsizliyə qarşı barışmaz münasibətindən irəli gəlsə də, dəfələrlə həbs olunması rejimə nifrəti daha da artırırdı. Nəbi dəstəsi ilə birgə kəndliləri zalımlardan müdafiə edir, mülkədarların var dövlətini əllərindən alaraq onlara paylayırdı. Deməli, varların var dövlətini əlindən alırdı və nə edirdi? Kəndlilərə paylayırdı. Bizdən nə istəyir? Baxın, səsləşən fikirləri, yəni doğruları axtarırıq. Nəbinin qaçaqçılıq fəaliyyətinə başlaması sosial ədalətsizliyə qarşı bir reaksiyadır. Bəli, o mülkədarın etdiyi əməllərə qarşı çıxır, ədalətsizliyə qarşı çıxır. Doğrudur. İctimai dəstək və təşkilatçılıq bacarığı Nəbinin mübarizəsində ona dəstək olan amillərdir. Bəli, deyir ki, o kəndlilərdən dəstək yaratdı, təşkilatçılıq elədi və mübarizə apardı. Doğrudur. 2 də
Daha sonra üçüncü fikirdə deyir ki, Nəbi sosializm prinsiplərinə uyğun olaraq kasıblara əl tutur, insanlar arasında ideologiyanı doğru yayırdı. Lap deyək ki, bunu eləyirdi. Amma ki, burada sosializmlə danışılır o mətndə, yəni bunu aparan bir fikrimiz varmı? Yoxdur. Nəbinin qaçaq kimi bir həyata başlaması 19-cu əsrin ikinci yarısına təsadüf edir. Müəllim 1875-ci il 19-cu əsrin ikinci yarısıdır. Nəbinin və dəstəsinin fəaliyyətləri nəticəsində sosial bərabərsizlik tamamilə aradan qalxdı. Təbii ki, səhvdir. Tamamilə aradan qalxdı deyilmir. 1, 2, 4 cavabımız olmalıdır. A variantı. 17-ci sualda mətndə nöqtələrin yerinə hansı fikir yazılsa məzmun və ideya baxımından uyğun olar. Bir kəndli kiçik bir küpəyə bal töküb hər gün satmağa çıxar. Bir qaşıq belə satmadan axşam evinə qayıdarmış. Deməli, bu sata bilmir. Bundan narahat olan arvad ərinin arxasınca düşüb onu güdür. Görür ki, kişi üz-gözündən zəhrimar yağa-yağa bal, bal deyə qışqırır. Kişi yenə də balını satmadan evə dönəndə arvadı deyir. Arvadı deyir. Mən bilirəm sən niyə balını sata bilmirsən. Çünki biz bu çünkini davam etdirməliyik. Gör elə necə davam etdirə bilərik. Tənbəl adamın ticarəti inkişaf etməz. Bunun həmin şəxsin tənbəlliyindən söhbət getmir. Namərd dostların çoxdur, namərdlikdən söhbət getmir. Sənin dilin bal satır, üzün isə sirkə satır. Bax bu ola bilər. Yəni demək istəyir ki, sən üzün acıdır insanlara qarşı, ona görə heç kim sənə yaxınlaşmaq istəmir. Bu ola bilər. Xəsissən, xəsislikdən söhbət getmir. Kişinin yəni harda gördük xəsis olduğunu. Bir neçə dildə danışa bilmirsən. Təbii ki, bu da tamamən səhvdir. Cavabımız olmalıdır. C variantı. 18, 19-cu və 20-ci suallar aşağıdakı mətn əsasında cavablandırılmalıdır. Kür çayı ilə bağlı bir mətndir. Baxaq mətnə. Uzunluğu 1515 kilometr, hövzəsinin sahəsi 188 min kvadrat kilometrdir. Deməli, uzunluğu nə qədərdir? 1515 kilometr. Hövzəsinin sahəsi 188 min kvadrat kilometr. Kür çayının 906 kilometri Azərbaycan Respublikası ərazisindən keçir. Deməli, 906 kilometr Azərbaycandan keçir, qalan o hissəsi isə Azərbaycanda deyil. Sahilində Bar-Jome, Qori, Mıçxeta, Tbilisi, Rustavi, Mingəçevir, Yevlax, Sabirabad, Şirvan, Salyan şəhərləri yerləşir. Mənbəyini Türkiyədən Qars vilayətinin ərazisindəki Qızılgədik dağının şimal-şərq yamacından 2740 metr yüksəklikdən götürür Türkiyədən. Türkiyə və Gürcüstan ərazisindən axaraq Azərbaycan ərazisinə daxil olur. Burada özünün ən böyük qolu olan Araz çayı ilə birləşir. Deməli, ən böyük qolu hansıdır? Araz. Xəzər dənizinə tökülür. Dənizə töküldüyü hissədə çay iki qola ayrılır. Anakür, Balakür. Azərbaycan ərazisindəki Qanıq, Qabırlı, Türyan, Ağstafa, Şəmkir, Tərtər, Xaçın və başqa çaylar Kür hövzəsinin çaylarıdır. Çayın deltasında uzunburun, ağbalıq, nərə, ilan balığı və başqa balıqlar ovlanır. Yevlaxdan Xəzər dənizinə qədər 480 kilometr boyunca gəmiçilik fəaliyyəti üçün yararlıdır. Kür çayı üzərində Mingəçevir, Şəmkir, Yenikənd su bəndləri və hidroelektrik stansiyaları, nəhəng su anbarları yerləşir. Bundan başqa Kürün suyu suvarmada geniş istifadə olunur. Mətnin məzmunu ilə səsləşməyən fikirdir, yəni səhv fikri istəyir. Baxaq. Mətndə çayın müasir ekoloji vəziyyətindən söz açılmır, doğrudur. Yəni ekoloji vəziyyəti müasir dövrdə onun daxilində hansı heyvanlar yaşayır, hazırki vəziyyətdə çirklənib, çirklənməyib, belə bir şeydən danışılmır. Bu doğrudur, bizdən səhvi istəyir. Çayın mənbəyindəki tərkib hissələrinə Qanıq, Şəmkir kimi çaylar daxildir. Mənbə çayın başlanğıcıdır. Bu Qanıqla Şəmkir onun başlanğıcı ola bilərmi? Xeyr, axı başlanğıcını hardan götürür o? Götürür Türkiyədən. Demək, bu fikir səhv fikirdir. Məhz cavabımız olmalıdır B variantı. Demək, 18 oldu B. 19-cu sual. Bir mətnin məzmununa əsasən hansı fikirləri doğru hesab etmək olar? Doğrulara baxırıq. 1. Mətndə Kür çayının istifadə formalarından danışılır. Bəli, bir suvarmada istifadə olunur, hidroelektrik stansiyası olaraq istifadə olunur, sonra balıqçılıqla bağlı istifadə olunur. Doğrudur. 1. 2. Kür çayından suvarma məqsədilə yalnız onun deltasında faydalanmaq olar. Belə bir məlumat yoxdur.
Kür çayından ümumiyyətlə suvarma məqsədinə istifadə olunur. Amma harda olunur, harda olunmur deyilmir bu. Kür çayı dağlıq ərazilərdə yerləşən müxtəlif çayların əmələ gətirdiyi bir hövzədir. Kür çayı dağlıq ərazilərdən yerləşən bu deməzdik çünki başlanğıcın Türkiyədən alıb gələn bir çaydır bu. Yəni müəyyən bir nöqtədən götürür bu. Səhvdir. Çayların əmələ dörddə deyir ki, çayın gəmiçilik üçün əhəmiyyətli olması yalnız balıqçılıq üçün istifadə edilməməsi kimi tərəfləri var. Bəli, yalnız balıqçılıq üçün istifadə edilmirdi. Digər məsələlərdə suvarmada, elektrikdə istifadə olunurdu. Həmçinin də gəmiçilik üçün də əhəmiyyətli olan hissəsi mövcud idi. Bu da doğrudur. Doğru fikirlər olmalıdır. 1, 4, yəni D variantı. 20-ci sualda mətnin strukturu haqqında doğru fikirləri müəyyən edin. İlk iki abzas bir abzasda birləşməlidir. Baxaq ilk iki abzasa. Birinci deyir ki, uzunluğu 1515-dir. Azərbaycandan 906 kilometri keçir. Sonra isə deyir ki, sahilində Barşon və Qori bu şəhərlər yerləşir. Tamam, nə gözəl. Mətndən bəs bunlar, bu hissələri bir-birindən əlaqəlidirmi? Xeyr. Abzas bilirsiniz nədir? Abzas orada oxşar fikirlər olur. Yəni eyni məzmunda olan fikirlər bir abzasın daxilində yerləşir. Əvvəlcə bu birinci abzasda onun ölçüsündən, uzunluğundan və su tutarından danışılır. Amma digərində artıq onun keçdiyi, yerləşdiyi ərazilərdən danışılır. Fərqli-fərqli fikirlərdir. Ona görə bunlar fərqli abzas olmalıdırlar. Deməli, birinci fikir doğru deyil. Birincisini sildik. İkinci fikirdə deyir ki, mətnin üçüncü abzası iki abzasın birləşməsindən ibarətdir. Üçüncü abzasa baxaq, bu bir, bu iki. Mənbəyini bax budur. Mənbəyini Türkiyədən Qars vilayətinin ərazisindəki Qızıldərək dağından alır, gəlir 1740 metr yüksəklikdən götürür, Türkiyə və Gürcüstan ərazisindən axaraq Azərbaycana daxil olur. Burada özünün ən böyük qolu olan Arazla birləşir, Xəzər dənizinə tökülür, dənizə töküldüyü hissədə çay. Amma mümkün deyil ki, bu iki abzasa bölünsün. Çünki fikirlərin hər biri özündən əvvəlki cümləyə istinad edir. Bax, yamacından götürür. Türkiyə və Gürcüstan ərazisindən axaraq, bax, mənbəyini oradan götürür və bu ərazilərdən axaraq Azərbaycana daxil olur. Birbaşa bağlıdır. Burada deyirsə demək özündən əvvəlki cümləyə istinad eləyir də, Azərbaycanda demək istəyir. Yəni bu da istinaddır, yeni abzas ola bilməz. Xəzər dənizinə tökülür. Dənizə töküldüyü hissədə hansı dənizə? Xəzər dənizinə. Deməli bu cümlə də özündən əvvəlki cümləyə istinad eləyirdi. Yəni mən bunu da yeni abzas kimi təqdim edə bilmərəm. Deməli bu abzas bütövlükdə bir abzas olması doğrudur. Doğrudur. B variantı da səhvdir. C. Mətndə məzmunla səsləşməyən iki cümlə işlənmişdir. Məzmunu oxudum mən. Bir də özünüz də oxuyarsınız. Bu fikir məncə səhvdir. Yəni məzmunla səsləşməyən cümlə varmı? Məncə yoxdur. Hamısı bir-birinə tam bağlıdır. D variantı mətnin sonuncu abzası özündən əvvəlki abzasın tərkib hissəsi olmalıdır. Baxaq. Deməli, deyir ki, Yevlaxdan Xəzər dənizinə qədər 480 kilometr boyunca gəmiçilik fəaliyyəti üçün yararlıdır. Kür çayı üzərində Mingəçevir, Şəmkir və Yenikənd su bəndləri, həmçinin hidroelektrik stansiyaları, nəhəng su anbarları yerləşir. Bundan başqa Kürün suyu suvarmada geniş istifadə olunur. Haqlıdırlar. Haqlıdırlar. Niyə haqlıdırlar? Çünki Kür çayının istifadə dairəsi göstərilir. Bax burada. Həmçinin burada da eyni şey göstərilir. Yəni bunun artıq yeni bir abzas olmasına ehtiyac yoxdur. Bunun buradan elə davamında yazılması daha düzgün olar. Çünki eyni məzmunda olan cümlələr də onun istifadə dairəsindən danışılır. Deməli, eyni abzas olmalıdır. D variantda deyir ki, mətnin sonuncu abzası özündən əvvəlki abzasın tərkib hissəsi olmalıdır. Doğrudur. Cavabımız olmalıdır. D variantı. Daha sonra 21-ci sualda deyir ki, Eyler-Venn diaqramının tələblərini nəzərə alaraq doğru fikirləri müəyyən edin. Qız kürəyini anasının köksünə sıxıb taxta kimi dayanmışdı. İkinci cümlə, bağımızda odunların yerində meyvə düzülmüşdü. Bu iki cümləni müqayisə eləyirik. Eləyək. O, yine boyunca sualdır. Deməli, ismin 4 müxtəlif halında olan sözlər işlənib, ikisi eyni haldadır. Baxıram ki, birinci cümlə aid eləyibdir. Qız adlı haldadır, kürəyini təsirli haldadır 2, anasının yəlik haldadır 3, köksünə yönlük haldadır 4, taxta yenə adlı haldadır. Deməli, adlı halda 2 dənə eyni haldır və ümumilikdə 4 hal, adlıq, yəlik, yönlük və təsirli hal var, düzdürmü? Deməli, birinci fikir doğru fikirdir, biri götürürük. İkidə deyir ki, yəlik hal şəkilçili isim amonimliyi olan isimlə əlaqələnmişdir. Yəlik halda olan isim anasının sözüdür. Anasının sözü də kök sözü ilə əlaqələnibdir. O da ki, amonim deyil. İkini sildim. Kök söz deyil, orada köks.
Üstədir ki, isimlərdən ikisində həm hal, həm də mənsubiyyət çəkilisi işlənibdir və bunu ikinci cümləyə aid eləyibdir. İsimlərdən ikisində həm hal, həm də mənsubiyyət şəkilçisi işlənibdir. Baxırıq ki, bağımızda sözündə mənsubiyyət və hal, odunların yerində meyvə düzülmüşdür. Yerində sözündə mənsubiyyət və hal işlənibdir. Bəli, üçüncü fikir də doğrudur. Üçü də götürürük. Dördüncü fikirdə deyir ki, isimlərdən biri amonimdir, quru isə sadədir. Baxıram ki, birinci cümlədə qız sözü amonimdir, sadədir. Külək sözü amonimdir, sadədir. Daha sonra ikinci cümlədə bağ sözü amonimdir, sadədir. Bu birinci, ikinci cümləyə aiddir. Birinci cümlədə çünki ikisi amonimdir, ikinci cümlədə isə biri amonimdir. Yəni bu fikir dördüncü fikir səhvdir. Bircə dəqiqə üzr istəyirəm. Üçüncüdə isimlərdən biri amonimdir. Burada bağımızda sözün gördüyü birinci cümlə heç birinci cümləyə aid deyil ümumiyyətlə. İkinci cümləyə aid verib bu fikri. Bağımızda bağ sözü amonimdir həqiqətən də. Odun sözü anonim deyil, amma yer sözü də anonim. Bir var astronomik yer, səma cismi. Bir var yer, qələm yerə düşdü. Burada artıq yer planetindən söhbət getmir. Deməli, verilmiş fikri səhv götürəcəyik. 4-ü silək. 5-də deyir ki, yerli kal şəkilçili isimlərdən biri müstəqil şəkildə cümlə üzvü rolunda deyil, müstəqil şəkildə cümlə üzvü rolunda deyil. Odunların yerində, buradakı yerində sözünə aid kimi düşünə bilərikmi? Yerli kal şəkilçili sözlər. Biri bağımızda sözüdür, biri isə yerində sözüdür. Bəs birinci cümlədə belə bir şey yoxdur. Ümumiyyətlə, yerli kalda olan söz yoxdur. Biz bunu ortaq kimi tərcümə edə bilmərik. 5-i silək. 6 deyir ki, adlı halda və başlanğıc formada olan isim amonimliyi əmələ gətirmir. 6-cı fikri veribdir. Ortaq. Adlı halda və başlanğıc formada olan isim amonimliyi əmələ gətirmir. Həmçinin sözdə kəmiyyət fərqi yoxdur. Baxıram ki, adlı halda başlanğıc formada olan qız sözüdür. Ortaq verib bunu. Başqa burada varmı? Taxta sözüdür. Qız və taxta sözüdür. İkinci cümlədə isə meyvə sözüdür. Amma meyvə adlı halda, hədəm adlı haldadır. Meyvə, qız və taxta sözləridir. Deyir ki, başlanğıc formadalı isim amonimli əmələ gətirmir. Biri gətirib əslində, biri gətiribdir. Biri gətirməyibdir. Biri gətirməyibdir. Taxta sözü isim və amonimlik gətirməyib. Həmçinin sözdə kəmiyyət fərqi yoxdur. Kəmiyyət fərqi yoxdur. Burada bir dənə adlı halda başlanğıc formada isim deyir. Birində iki dənə isim var. Onlardan biri həqiqətən də amonimlik yaratmır. Taxta sözü və meyvə sözü. Bunu düşünmək olar hardasa digər variantlara nəzərən. 1-3-6 olmalıdır. A variant cavabımız çıxar. 22-ci sualda tərəflərindən fərqləndirilən nümunələrə əsasən uyğunsuzluğu müəyyən edin. Tamamlıq olsa da zərf deyil. Verilən, fərqləndirilən söz tamamlıqdır, amma zərf deyil. Sağ tərəfdə isə zərflidir, amma isim deyil. Qəşəng sualda. Baxaq. Bir saat gözləsək də bəziləri havanın dumanından hələ də irəlini görə bilmirdilər. İrəlini haranı tamamlıqdır və zərfdir. Bura zərf deyil yazılıbdır, ona görə bu uyğunsuzluqdur. Qonaq buradakı xalqların həyatına vaqif olmadığına baxmayaraq, bütövlükdə qonaq yeni yerlərə getmək istəyir. Getmək istəyirdi xəbər kim? Qonaq. Buradakı xalqların həyatına vaqif olmağına baxmayaraq bütövlükdə xüsusiləşmiş zərflikdir. Xüsusiləşmiş. Tamamlıqdırmı? Xeyr, tamamlıq deyil. Uyğunsuzluq yaradıbdır. Ona görə 2-ni götürürəm. 3-də hələ ki baş vermiş hadisələrlə bağlı yuxarıdakılardan heç nə soruşmamışıq. Tamamlıqdır, bəli, kimdən? Zərfdirmi? Xeyr, zərf deyil, sifətdir. Deməli, bu uyğundur. Uyğunsuz deyil. Ona görə götürmürəm. Sağ tərəfdə zərflik olsa da isim deyil. Baxıram ki, istirahət günlərində gördüyüm adamların hamısı Şahdağın zirvəsinə çıxacaq. Çıxacaq hara? Şahdağın zirvəsinə. Zərflikdir. Zərflidir və isim deyil, bəli, Şahdağın zirvəsinə söz birləşməsidir. Bu uyğun gəlir, yerindədir. Mən uyğunsuzluğu axtarıram. 5. Uşaqların arzusu yay aylarında yeni yerləri gəzmək, oralara səyahət etməkdir. Zərfli olsa da səhvdir, zərfli deyil. Bax, oralara səyahət etmək bütövlükdə xəbərdir. Yəni, zərfli deyil, uyğunsuzluq yaradıb 5-i də götürdüm. Cavab olmalıdır 1, 2, 5.
variantımız hansıdır? D variantı olacaq. Daha sonra 23-cü sualda deyir ki, cədvələ əsasən uyğun cümlələri müəyyən edin. Sintaktik vəzifəsi eyni, qrammatik mənaları fərqli. Yəni deyək ki, iki dənə tamamlıqdır. Biri sifətlə ifadə olunsun, biri isimlə. Nitq hissəsi, qrammatik məna nitq hissəsidir. Sintaktik vəzifəsi eyni olsun, amma qrammatik mənaları fərqli olsun. Tahir həmin kəndlərə doğru baxarkən qarşıdakı adamı gördü. Gördü, Tahir kimi adamı gördü. Həmin kəndlərə doğru baxa nə zaman gördü? Həmin kəndlərə doğru baxarkən gördü. Hansı adamı gördü? Qarşıdakı adamı gördü. Baxıram ki, yox, burada mübtəda, zərflik, təyin, tamamlıq, xəbər. Burada ümumiyyətlə iki eyni cümlə üzvü yoxdur. Bizə lazımdır iki eyni cümlə üzvü olsun. Bax, sintaktik vəzifəsi eyni deyir. İki eyni cümlə üzvü olsun, amma nitq hissəsi fərqli olsun. Gələndə öyrəndim ki, onları dərhal təxliyə ediblər. Deməli, gələndə sözün zərfli idi və dərhal sözü də zərfli idi. Sintaktik vəzifələri eynidirmi? Eynidir. Gələndə sözü feili bağlamadır, dərhal sözü isə zərfdir. Nitq hissəsi baxımından isə fərqlidir, ikini götürdü. Deyirlər ki, onlar susuzluqdan ağacları da tələf edirlər. Tələf edirlər onlar nəyi ağacları, nə üçün? Susuzluqdan. Eyni cümlə özü var. Xeyr, bunu da sildim. Zaten 1-3 siləndə böyük ehtimal cavab çıxmalıdır. A gedir, D gedir, bu da gedir. 2, 4, 6. Yəni də baxaq. 4. Sintaktik vəzifəsi fərqlidir. Qrammatik mənaları eynidir. Baxaq. Yəni deyək ki, iki dənə sifət fərqli funksiyada işlənibdir. Cavanlar maşını axşam yükləyiblər, bəziləri isə yaralıları aparıblar. Bax, burada cavanlar sifətli mübtədadır. Yaralıları tamamlıqdır və sifətlə ifadə olunub. Sintaktik vəzifələri fərqlidir, bəli. Qrammatik mənalar, nitq hissələri eynidir, bəli. 4-ü də götürdüm, 6-ya da baxıram. Əzizlərim, çalışmalıyıq ki, sabah zəif bir nəticə ilə çıxmayaq. Zəif burada təyindir, əzizlərim də xitabdır. Nitq hissəsi olaraq isə ikisi də sifətdir. Qrammatik mənaları eynidir, cümlə özləri fərqlidir. Cavab olacaq C variantı. Daha sonra 24-cü sualda deyir ki, protokol ilə bağlı verilmiş fikirlərdən hansılar düzgün hesab edilə bilər? Aha, baxaq. Bir, qərar hissəsində məsələ ilə bağlı yekun vurulur, daha sonra isə gündəlik məruzənin mətni əlavə olunur. Təbii ki, səhvdir, gündəlik olan hadisələr qərardan daha əvvəl olur. Tərkibində biz aşağıda imza edənlər bu protokolda olmur, adətən aktda olur. Protokolun gündəliyi adlıq cümlə şəklində özünü göstərə bilir. Bəli, mümkündür. Protokolun gündəliyi adlıq cümlə formasında özünü göstərir. Yəni, iclasın gündəliyi, məsələn, məktəb proqramı, şagirdlərin davamiyyəti və s. bu formada ola bilər. Doğrudur. Müəyyən söylənilmiş çıxışları, çıxarılan qərarları təzahür etdirmək üçün yazıla bilir. Bəli, doğrudur. Zaten funksiyası budur. 5-də deyir ki, M. Həsənov qeyd etdi ki, irəliləyişlərin hər birini hər kəs müşahidə edə bilər. Cümləsi protokolun tərkibində öz əksini tapa bilər. Bəli, yəni orada çıxışlar zamanı verilmiş ola bilər. 5-də doğrudur. Cavab olmalıdır 3, 4, 5, yəni A variantı. 25-ci sualda mətndən çıxarılması mümkün olan ehtimallar. Bax, ehtimal deyir, diqqətli olun. Fakt yox. Səhvləri atırsınız qırağa, faktları atırsınız qırağa. Sırf ehtimallara köklənirsiniz. Deməli, kartof badımcan çiçəklər fəsiləsinin solanum cinsindən çox illik bitki növüdür. Əsasən Cənubi və Mərkəzi Amerikada bitən 200-ədək yabanı və mədəni növü məlumdur. Yabanı və mədəni növü məlumdur. Mədəni halda iki növü geniş yayılmış. Çili kartofu və and kartofu var. Çili kartofu 3-6 gövdədən ibarət, hündürlüyü 50-80 sm çoldur. Bizdən nə istəyir? Bizdən ehtimalları istəyir. Deməli, çili kartofu 75 sm olur. Bəli, ola bilər bu. 50-80 arasında 75 var. Yəni, bu ehtimal kimi deyə bilərəm ki, 75 sm ola bilər. Bəli, doğrudur. Götürürəm, ehtimaldır. Kartof bitkisi Boliviyada bitmir. Bu ehtimal da deyil, bu fakt da deyil. Tamamən səhvdir. Çünki bunu bitir desəydi ehtimal kimi verə bilərdim. Çünki burada deyir ki, Cənubi və Mərkəzi Amerikada, yəni Cənubi Amerikada bitəmiş ola bilər. Bu bitki Argentinada bitir, bəli, bu ehtimaldır. Çünki deyir ki, Cənubi və Mərkəzi Amerikada. Yəni Cənubi Amerikada olursa, Argentinada Cənubi Amerikadadır, bu ehtimaldır.
Kartof ilk dəfə qida üçün yox, bəzək üçün istifadə olunmuşdur. Bu haqda ümumiyyətlə mətndə məlumat yoxdur. Ehtimal kimi düşünə bilmərik. Kartof bitkisinin tərkibində karbohidrat miqdarı yüksək olduğu üçün o uzunömürlü bitki hesab olunur. Bəlkə də belə deyə fakt olaraq, amma mətndə yoxdur axı bu. Yəni, ehtimal belə deyildi mətnə əsasən. Kartof həm yabani, həm də mədəni halda yetişən bitkidir. Bu da faktdır, mətndə var. Məndən ehtimal soruşduğu üçün 1-3 cavabım olmalıdır. C variantı. 25 sualın 25-də izah elədim. Suallarınız olarsa yaza və ya zəng eləyə bilərsiniz gördüyünüz bu nömrəyə. Həmçinin dərslərimiz haqqında da məlumat almaq üçün bu nömrə ilə əlaqə saxlayın. Videonu bəyənməyi və kanala abunə olmağı da unutmayın. Paylaşın ki, daha çox insan yararlana bilsin. Sağ olun.